Dostlar salam. İnternetdə yenə dəbdədir. Hərə bir banka qoyur qarşısına, xəstəlik adı çəkən kimi buyur bu bankanı, o biri xəstəlik adı çəkən kimi buyur bu biri bankanı. İnanın araşdırsın çoxsunun heç tibbi savadı yoxdur. Tibbi təhsili yoxdur. Amma xəstəlik müalicə edirlər. Siz kanalıma abunə olun, mən də bu barədə sizinlə danışım. Həmin o qida əlavələridir ki, təklif eləyirlər sizə bankalarda. Siz elə bilirsiniz ki, onlar xəstəlik müalicə edir. Onlar heç bir xəstəliyi müalicə etmir, dostlar. Ən yaxşı halda əsas müalicənin yanında onu köməkçi vasitə kimi istifadə etmək olar. Bu ən yaxşı halda. Misal üçün, götürək ki, inandıq. Bu qida əlavələri təbii, 100% təbii vasitədir. 100% təbiidirsə deməli ziyan deyil. Həmin o dazı otudur. Zveravoy deyirlər. Götürək onu. Bir çox dərmanların təsirini azaldır. Həmin o vitamin A'dır, hansı ki o qida əlavələrinin tərkibində var. Vitamin A normadan yüksək olarsa, toksiki təsir göstərir. Xüsusən də dəbdədir maqni. Çatana maqni satmaq istəyirlər. Kali satmaq istəyirlər. Bir xəstəlik çəkən kimi deyən kimi deyirlər sənin maqniyin satmır, kaliyin satmır. Elə bilirsiniz ki, xeyirdir. Həmin o maqni ilə kalidir ki, normadan artıq olsun, aritmiya yaradacaq, ürək problemləri meydana çıxacaq. Bəli, qəbul etmək istəyirsiniz, gedin kali, maqni, vitamin A və digər analizləri verin, çatmırsa buyurun, gedin qəbul edin. Amma öz başına çatan gedib o qida əlavələrinə pul xərcləməyin. Bu marketoloqların növbəti gedişatıdır, dostlar. Hələ indiyəcən mən bu neçə ildə bir dənə qida əlavəsi pasiyentlərə yazmamışam. Sağalmırlar, elə qəşəng sağalıblar ki. Bir dənə vitamin kompleksi yazmıram pasiyentlərə. Sağalmırlar, elə qəşəng sağalırlar ki. Həmçində immunitetə aid. Bir dənə immuniteti artıran dərman yazmamışam. Sağalmayıblar, elə qəşəng sağalırlar. Yenə təkrar edirəm, həmin o qida əlavələri mətbəxdədir. Həmin immuniteti artıran vasitələr mətbəxdədir. Düzgün həyat tərzi, aktivlik, düzgün qida. Budur sizin üçün qida əlavəsi, müalicəyə əlavə, sağlamlıq və s. Bu yaxınlarda bir zəng gəldi mənə. Dedilər, doktor, bizim qida əlavəmiz var, reklamına kömək edin. Dedim, nə qida əlavəsidir? Dedilər, onkoloji pasiyentləri müalicə edir. Dedim, çox gözəl. Nə qədər onkoloji pasiyent müalicə eləmisiniz? Müalicədən qabaq kompüterli tomoqrafiya, biopsiya, yəni patologistoloji analiz və digər analizləri göndərin, baxım və müalicədən sonra elədiyiniz müayinələr, KT, analizlər, hamısını göndərin, baxım, görün fərq necədir. Normal insan müalicədən sonra pasiyenti təzədən yoxlamalıdır, yenidən yoxlamalıdır ki, görün bu sağaldı, yoxsa sağalmadı. Bir ay keçib, hələ heç nə göndərməyiblər, göndərməyəcəklər də. Təbii ki, qərar sizindir, mən yalnız məsləhət verirəm. Videonu sona qədər izlədinizsə, kanalıma abunə olun, videonu paylaşın ki, bizim insanlar boş-boş pullarını xərcləməsinlər o qida əlavələrinə. Həmişə sağlam olun, çox sağ olun, minnətdarım.